ARB-nin xəbərətər verilişinin növbəti qonağı Əlikrəm Bayramov olub. Jurnalist Tahirə Məmmədqızı keçmişdə Əlikrəm Bayramovla aralarında yaşanan gərginlikdən söhbət açıb. Əlikrəm Bayramov yeni klip çəkdirmişdi və təqdimatını edirdi. O vaxtlar klip təqdimatına müğənnilər 3-4 min xərc çəkirdilər. Təqdimatda çox sual verdim və o qədər tənqid etdim ki, klip kasetini ayağının altına qoyub tapdaladı. Dedi ki, bir daha klip çəkdirməyəcəm və 10 il ara verdi.